Bak burada adı Delplexo lider olan var ya, o mənəm. Yanımdakı da oynadığım idi. Selamlar dostlar. Bugün sizlerle birlikte yeni bir video karşınızdayım. Bugün sizlerle gördüğünüz gibi Delplexo lider hesabımı geri aldım. Bəli. Necə oldu özüm də bilmirəm. Bəli, indi bu günləri mən sizə də göstərəcəm. İndi öz itmiş hesablarınızı necə geri ala bilərsiniz. Ama bundan öncə gəlin bir yerdə bəzi oyunlar oynayaq. Məsələn, mən belə bir oyun oynayırdım. Hesabım 2 aydır məndə deyil idi. Bazı hesabım harcatlar olabilir. Oy Allah. Oy Allah. Ben üzülürdüm böyle bu hesabım getdi deyə. Bəli, mən bu hesabda rivalsım akkauntum banlanıb. İnanamıram hələm hesabı əlimə geri ala bildiyimə. Hələm inanmıram hələm. Yəni yuh da elə əlimə alacaqdırsa elə bir dəfə tez alardım da. Yuh al, neçə aydır bu hesaba girmirəm. Oyunda eləm infinitilər olurdu. Bax görək vardı, birazını götürüm. Əli boş çıxmayaq, getməyək. Zıpla! Bax bu Divine'da yox, bir şey yoxdur. Ay. Heç nə yoxdur ki. Yoxdur. Gelme. 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 Bu Clover şey eventindendir, buradaydı. Saint Patrick's'in eventindendir, buradadır. Bu oyunda admin bir şey olmuyor. Yok, bence denemeye değer yani o. Oyunu, çünkü oyunu bitirmək olur hal-hazırda. Ya bazı şey oyunlar kimi değil, oyunu bitirmək olur. Denemeye değer yani kısası. Tamam. İndi gedirik bu hesabı mən necə aldım. Tamam, indi deməli siz birinci olarak Google Chrome'a girməlisiniz. İmenli Google Chrome olmalı. Yani Google Chrome'dan başka bir şey. Ben bunu yaratmıştım. İngilizceydi, özüm bilmirdim. De buradan ayarlar var. İngilizce istifadə edenler üçün settings'dir. Girdiniz oraya. Demek buradan biraz aşağı gedin. Google Parol Meneceri. Gördünüz da indi buna. Basırsınız onun üzerine. Yani burada proqramlar çıxacaq. Əgər siz bunlardan birinin kodunu unutmuşsunuzsa, onların üzerinde basıp geri alabilirsiniz. İndi mən burada Roblox'a girəcəm məsələ. Yenə bunu istəyirik. 2 dəqiqə dostlar, mən bu bağlayayım. De məsələn indi buraya girdik də. Dedim mən bir dənə çox haydi bir dostumun hesabını vereyim. Bir dostumun hesabını vereyim. Yox, eləm şeylik eləməyəcək. Elə bilən bir qurduğum hesabda mən sənə organik mal bunu verə bilərəm. Ya da şey sansürləyərəm deyə. Bax buradakı bu düyməyə basan kimi burada görsənir. Mən məsələn öz hesabımı mən belə geri aldım. Baxın, anlamayanlar üçün təzədən deyirəm. Yaxşı qulaq asın. Baxın, gedirsiniz Google Chrome'a. Buradan da çıxacağam evdən. Google Chrome'a girdiniz, belə bir ekrandır.
3 nöqtə var. Bu sağ yuxarıda. Basırsınız onun üzərinə bu ekran açılacaq. Ya da burada yox, bu biraz yuxarıdadır olmalı. Nəysə, yuxarıda açsa aşağı indirirsiniz. Ayarlar düyməsi var. Oxuyanmayanlar üçün də deyə buradakı bu işarə. Basırıq onun üzərinə. Bastıq mı? Google parol meneceri. Sonra buradandakı Roblox'un üzərinə basırsınız. Orada göstərdiyim kimi hesablar çıxacaq. O hesabların birinin üzərindəki işarəyə də basaraqdan bilirsiniz hesabın kodunu. Bu qədər idi bu hesabı geri almaq yolu. Bir də pis xəbərdir ki, Raman Hacızadə adlı bir dostum tərəfindən mənim buradakı rival akkauntum banlanıb. Baxın, girmək olmur, banlıdır. Anti-cheat. Amma mən bu hesabda anti-cheat işləməmişəm. Kim işlədi? Mən bu hesabı Ramala vermişdim. Nə üçün? Neydi? Mən vermişdim çünki onun rival akkauntu yox idi. Vermişdim işlətsin çünki o da o vaxt oyunu sevirdi. Baxın, indi sevmir. Bax niyə də Allah, bax hamı tutur belə eləyirdi. Bax ən çox aralarında rival oynayan mənəm deyəndə, mənlə oynamaq istəyən vaxtı akkaunt zad istəyirlər. Mən də güvənib vermişdim də niyə? Elə biləm də nəsə məndəki bir dəlili idi. Verdim akkaunt. Düşündüm dostum da yəqin bir şey eləməz. Dedim nə bilim skinimiz adımı dəyişmə, dəyişdi. Nə bilim dedim avatarımı dəyişmə daha doğrusu dedim dəyişdi. Silah dəsənlərimi, skinlərimi dəyişmə dedim dəyişdi. Hətta axır ki belə. Yəni əslində bir yerdə maraqla oynayırdıq. İndiki mənim bu öz hesabımla Mavi Saçlı Hüseyn 09 hesabımla bir yerdə oynuyorduk. O vaxt 40 level zad idi hesabım. Aga be. Özlədim o günlər. 40 level idi o hesabım. İndi 110 hesab olacam. 110. Köhnəsini keçmişəm. Köhnə 104 idi. İndi 110'dur və əlavə olaraq emotlar var. Məsələn, Take-Dayal'dır, Whimsical'dır. Whimsical deyil, yox. Summer deyil. Sonra sadəcə nə problem var? Orada mən sezon 2'ni bitirmişdim Battle Pass'ın. Məsələn, burada sezon 2 bitirməmişəm. Sadəcə orada emot var idi, Schwerin emotu və onu almışam bir daha. Deyirsiniz bu arkadaşı bu qızdırma səsi nədir? Bizim yerdə. Gələn vaxtda qızdırma yerin nədənsə bilmirəm. Neyse, elə onu boş verin. Bir tane düşünün də gecə vaxtı susamsınız. Və evdən də ki belə səs çıxır. Mən buradan göstərməyiz, baxın indi. Neyini yapıyorsunuz? Düzün değil. Yani axır şey bu da olan şeydir. Akkauntumun şeyini itirmişdim. Sonradan tapdım. Aga be, mən o vaxtı bu akkauntu yenilədiyim günləri xatırlayıram. Deyə bilərsiniz, mən bu akkauntu niyə yenilələmişəm? İndi tezdən ona da cavab verib örümçək gördüm. Elə biləm, örümçəkdən qorxaram. Deməli, bax, o vaxtı silahlar mənim üçün baha idi. Dediyim kimi, indi o vaxtı məndə bütün silahların hamısı ox idi. Ona görə mən də gedirdim. 2 akkaunt işlədirdim. Ona görə biri məsələn mainim idi, bir də ki bu akkaunt idi. Bu məsələn mən bu akkauntumda mənim RPG'm var idi. Xeyləm silahım mənim əslində bu akkauntumdaydı. Həm oradan çox idi, həm də mən bunun üçün utility Warhorn açmışdım, amma öz beynimə şey gəlmişdi. Silah olaraq RPG. Amma RPG aslında burada var idi. Yəni hardan yadıma düşür? Mən əvvəlcən Travel accountda RPG birinci dəfə istifadə eləyirdim. Hamı tutub mənə belə RPG kit deyirdi. Aga be. 30 lat level idim ya o vaxtı. Qısası belədir.
Sonra Warhorn da mən o vaxt sevirdim. Xeyli istifadə eləmişdim. Ondan sonra RPG ilə bir yerdə onu. Sonradan da ki, mən də bunu belə öz beynimə çevirməyi bacardım. Warhorndan zaten xeyli istifadə elədim. Xeyli level qasıldı. Axırda da ki, rütbələ ilə gəldi 104 levela. 100 levela keçən vaxt hələ mən sezon 2-də idim. İndi mənim o akkauntum banlanmasaydı, indi bəlkə mən indi 200 level ola bilərdim. Niyə? Çünki sezon pası bitirmək üçün o sizdən 70 level istəyir. O şey də ki, bir xeyli keçdikdən sonra gəldi. Məsələn, mən əgər ona qədər xeyli level qasıla bilsəydim, indiyəm mən çoxdan 200 level idim. Mənim ikinci skinim də var idi. Yəqin oynama. Üçüncü daha doğrusu. Özləyirəm doğrudan o vaxtlara. Əlimdən getdi hesab. Nəysə, daha ondan kömək gərək yoxdur. Daha çünki əldən gedib hesab. Belə, onun yerinə artıq burada Overkill oynayarım yəqin. Öz hesabımı tək eləyəcəm. Yox, əlbəttə tək eləməyəcəm. Çünki hələ oralarda videolardan da çəkəcəm əlbəttə ki. Yəni mən eləsə demişdim də, yəni. Maşın nömrə. O vaxt mən bu oyunda tutub şeylər edirdim. Eləsə mən sizə demişdim də indi. Mənim oyunda tək bir amacım var. Bir sarmam. Ne olur abone olun. Ben de özüme bir sarmalım. Sağ olun.